Hello everyone, herkese salamlar. Bugün sizlərlə 8-ci sinif ingilis dili dərsliyindən səhifə 16-17 işləyəcəyik. Bölməmizin adı listeningdir, dinləmədir. Amma biz təsviri dinləyə bilməyəcəyik, çünki YouTube bunu icazə vermir. Ona görə də sizlərlə mən oxuyacağım. Amma təbii ki, siz girib interneti Google-dan yazıb dinləməni tapıb özünüz yaza bilərsiniz. Deməli, birinci sualımıza baxıram. Deməli, exercise number 1. Deyir ki, discuss the questions with a partner. Deyir, partnerinlə sualları müzakirə et. Are you afraid of roller coaster rides or do you find them fun? Deyir, yəni roller coaster, yəni bu tipli gördüyünüz bundan qorxursunuzmu, yoxsa onu əyləncəli tapırsınız? Yazacaqsınız, əgər əyləncəli tapırsınızsa yazacaqsınız I find them fun. Səbəbini də yazacaqsınız because I like, məsələn, xoşlayıram. Əgər qorxursunuzsa yazacaqsınız I'm afraid of roller coaster rides. Sonra deyir ki, do adults love roller coaster rides? Why or why not? Deyir, böyüklər xoşlayır. Əgər xoşlayırsınızsa yazırsınız yes, they like. Səbəbini də yazırsınız yes, they like. Səbəbini də yazırsınız niyə? Əgər xoşlamırsınızsa yazırsınız no, they don't. Burada do olacaq uşaqlar. No, they do. Mənə baxın, burada əgər səbəbini, hər ikisinin səbəbini yazacaqsınız. Dedik. Aha. Deməli, 2-yə baxırıq. Exercise number 2-da nə deyir bizə? Deyir ki, deyir exercise number 2-da deyir ki, qulaq as və A, B, C, D-ni seçin. Deyir, məsələn nə haqqdadır? What's the talk mainly about? Gəlin, track 3-ə baxaq. Track 3. Aha. Oxuyuram, diqqətlə qulaq asın. Hi, my name is Leyla. Salam, mənim adım Leyladır. In Azerbaijan, I was a teacher at school. Azərbaycanda məktəbdə müəllimdim. When I first came to the USA, in United States of America, I went to work as a translator for one of the international companies. Deyir, mən birinci Amerikaya gələndə hər hansı bir milli kompaniyada tərcüməsi kimi işləmək istədim. Later, I changed my mind and decided to study, and at the present, I'm studying psychology at university. Deyir ki, mən sonra fikrimi dəyişdim və oxumağa qərar aldım. Hal-hazırda mən universitetdə psixoloq oxuyuram. When I have free time, I like visiting states in the USA. Mənim vaxtım olanda Amerikada ştatları, orada states ştat deməkdir, müxtəlif ştatlara ziyarət etməyi xoşlayıram. I have already visited several interesting places. Mən artıq bir neçə maraqlı yerləri səyahət etmişəm. Last week I had a chance to visit Cedar Point in Ohio. Deyir ki, keçən həftə mənim Ohio'ya getmək şansım oldu. I didn't want to go to such wonderful place alone. Mən bu gözəl yerlərə tək getmək istəmədim. First, I was planning to go there with my roommate. Birinci mən qərarlaşdırdım ki, ora mən otaq yoldaşımla gedim. But then her plans changed. I went there with my neighbor. Amma ondan sonra planları dəyişdi və mən qonşumla getdim. Cedar Point is famous for its roller coasters. Cedar Point roller coasterlarına məşhurdur, which are on the shore of lake area. When we arrived at the amusement park, it was very crowded as it was Halloween. Deyir ki, biz parka çatanda Halloween kimi şeydi. Aha, deməli, baxın, burada bağışlayın, video nəsə dayandı ona görə. Baxın, burada deyir ki, we decided to stay away from people in Halloween costumes. Deyir ki, biz qərarlaşdırdık ki, Halloween kostyumlarının insanlardan deməli götürək də bunu.
Because I feel scared of them. Çünkü ondan qorxurdu. Götürmək istəmirdi. Then we decided to try Power Tower, the fastest roller coaster in the USA. Sonra biz Power Tower, yəni bilirsiniz nədir? Ən sürətli roller coasterdır Amerikada. Ona cəhd etməyə qərar aldıq. Power Tower is so fast. Deyir ki, o çox belə deyim, sürətlidir. When you ride up to the top of the first hill, you find yourself close to the blue sky. Deyir ki, sən dağın lap başına qalxdıqda sən özünü göy buludların üzərində tapırsan. When the cars race down the hill, everyone screams. Deyir ki, maşın daha hillə doğru gedəndə hər kəs qışqırırdı. I don't recommend you ride on coaster if you are not brave enough. Deyir, əgər sən kifayət qədər yəni gücü deyirsənsə, mən sənə tövsiyə etmirəm. I really had a great time deyir. Mənim burada çox gözəl vaxtım oldu. I look forward to visiting the amusement park again before I deməli leave the USA. Deyir ki, Amerikanı tərk etdikdən əvvəl bu parka yenidən səyahət etmək üçün səbirsizlənirəm. Qaydırıq səhifəmizə. Deməli, baxın, burada deyir ki, oxuduq. Deyir ki, nə haqqındadır? Nə haqqındadır? Deməli, the reasons why Layla went to Cedar Point, how scary it is in Cedar Point, Layla's visit to Cedar Point, the best time to go to Cedar Point. Burada C düzgündür, çünki Leylanın Cedar Point'ı ziyarətindən danışırdı, gördüyümüz kimi səyahətindən. Deməli, cümlələri tanımlayırıq. Deyir, in the USA, Leyla is studying. Deyir, Amerikada Leyla oxuyurdu nəyi? Psychology at university. Burada yazaq gəlin. Exercise number 3-yə baxaq. Birincidə Leyla is studying psychology at university. İkinciyə baxırıq. Leyla went to Cedar Point. Deyir, o Cedar Point'e kimlə getdi? With neighbor. Öz qonşusu ilə. Neighbor. Üçüncü, there were a lot of people in the amusement park because it was Halloween. Halloween idi də. Halloween. Dördüncüyə baxıram. Deyir, Leyla didn't get closer to the people in costumes. Deyir, Leyla kostyumlarda insanlara yaxın durmadı because she was scared. Qorxdu. She was scared. Beşinciyə baxıram. Leyla thinks that one needs to be brave if she wants to ride a roller coaster. Deyir, əgər o roller coaster sürmək istəyirsə, gərək biri cəsarətli olsun, brave. Yəni, roller coaster üçün gərək cəsarətli olasın. She hopes to go back to the Cedar Point before she leaves the USA. Deyir, o Amerikanı tərk etməzdən əvvəl yenidən gəlmək istəyir. Deyir, the USA. Bu da üçüncü tapşırığımız. Dördüncü, read the audio script on page 142 and guess meaning of the words phrases. Choose A, B. Deməli, baxın, change your mind nədir? Fikrini dəyişir də. Burada yeni planını, qərarını dəyişir. You change your decision or plan about something. If you stay away from somebody or something, deyir, sən nərəsə uzaq qalırsan da, yəni onun yaxınına getmirsən. You don't go near a particular person or place. If person screams, he or she shouts something in a loud voice. Definitionlar deyə uşaqlar, bunları öyrənin. Deməli, scream qışqırmaq deməkdir. Yəni, nəyisə yüksək səslə demək, qışqırmaq A variantı. Look forward to die. Həyəcanlanır, səbirsizliklə gözləyirsən. I'm looking forward to. Bunu 7-ci sinif dərsində də keçmişdik. If you look forward to something that is going to happen, deyirsən səbirsizlənsənsə, you want it to happen because you think you will enjoy it. Sən onun baş verməsini istəyirsən, çünki sən düşünürsən ki, sən ondan həzz alacaqsan.
Axırıncı sual 5-cidir. Compare and contrast these places. Tell your partner which of them you think is the best place to visit with your classmates. Deyir, bunların fərqini izah elə və deyək müzakirə et ki, sinif yoldaşından ən yaxşı yer haradır, gedərsən. Baxın, sizə ipucu verirəm. Bu amusement park nədir? Amusement park parkdır da, belə luna parklar olur, onlardır. Circus sirklərdir, theater teatrdır, safari parklardır. Baxın, indi amusement park deyə bilərsiniz ki, baxaq yazaq. In the amusement park. Deməli, bu parklarda insanlar müxtəlif attraksiyonlara minir. People ride different attractions. Yəni attraksiyon mənasını verir burada attractions. İkincidə circus belə heyvanların göstərdiyi yerdir. Yəni bu yaza bilərsiniz ki, in circus people go to see the animals. Yəni heyvanları görməyə gedir. Teatrda hər hansı bir insanların deməli teatrda da gedib tamaşaya izləyirsiniz. Safari parkda safari parklardır. Yəni orada zebralar falan olur. Heyvanları görmək üçün. Əgər hansını istəyirsə, amusement park istəyirsə, amusement park haqqında yazırsınız. Circus sirklər getmək istəyirsə, sirk haqqında yazırsınız. Teatra getmək istəyirsə, teatr haqqında yazırsınız. Safari parka getmək istəyirsə, safari park haqqında ən azı bir cümlənizi yazırsınız. Yəni gedib orada nə edəcəksiniz? Uşaqlar, mövzumuz bu qədərdir. Yəni listeningdir. Ümid edirəm başa düşdünüz. Videonu bəyəndinizsə, müsbət yorumlar yazmağı və bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.